Salam, hər vaxtınız xeyir. Mən SRM Akademiyasının tarix müəllimi Zeynal Rəcəb. Bu gün sizlərlə Azərbaycan SSR-nin 50-60-cı illər tarixinə nəzər yetirdik. Hansı ki, bu dövr milli mənəvi dəyərlərin oyanışı və inkişafı üçün vacib dövrlərdən biridir. Bildiyimiz kimi 45-ci ildə müharibə bitdikdən sonra Azərbaycan SSR tərkibində müharibədən qalib dövlət kimi çıxsa da, neft sənayesi və sənayenin digər ağır sənayeləri, hətta yüngül sənaye belə böhran vəziyyətində çıxmışdı. Bunların bərpası üçün 40-cı illərin sonlarında bir sıra islahatlar həyata keçirilsə də bu bəs olmamışdı və bu islahatların davamı 50-ci illərdə aparılmağa başlanmışdı. 50-ci illər təkcə müharibə dövründəki vəziyyəti bərpa etmək üçün deyil, həmçinin də 1953-cü ildə Stalinin ölümündən sonra həm SSR, həm də Azərbaycan SSR üçün vacib bir mərhələnin, yeni bir mərhələnin başlanğıcı üçün vacib idi. Bu mərhələ də bildiyimiz kimi Stalinin ölümündən sonra deyil də 1956-cı ildə Stalinə pərəstişin qadağan olunması, elan olunmasına mülayimləşmənin başlaması ilə xarakterizə olunur. Bu iki hadisə Azərbaycan SSR-də milli mənəvi dəyərlərin oyanışı üçün ilkin mərhələ kimi xarakterizə etmək olar. Hansı ki, bu Stalinin ölümü, Mirzəcəf Bağırovun Azərbaycan SSR birinci şərti vəzifəsindən uzaqlaşdırılması, 1956-cı ildə mülayimləşmə ilə bərabər Mirzəcəf Bağırovun da güllənərək edam edilməsi və 1954-cü ildə hakimiyyətə İmam Mustafayevin gəlməsi Azərbaycan SSR üçün yeni bir başlanğıc demək idi. 1954-cü ildə hakimiyyətə gəldi, yəni birinci şərt vəzifəsini yerinə yetirərkən İmam Mustafayevin ilk məqsədi Azərbaycanda milli dəyərlərin yenidən bərpasına çalışmaq idi. Və bunun nəticəsi idi ki, Azərbaycan SSR məhkəmə quruculuğu, mülki və cinayət məcəllələrinin hazırlanmasını məhz SSR-dən alınaraq birbaşa Bakının öz ixtiyarına, yəni Azərbaycan SSR-nin öz ixtiyarına verildi. Daha sonra isə İmam Mustafayevin şəxsi səyləri nəticəsində repressiya qurbanlarına bəraət verildi. İkinci olaraq isə 1900, yəni mülayimləşməni dediyimiz kimi 1956-cı ildə Azərbaycan dili haqqında yeni bir maddə, Azərbaycan dili. Bəzi testlərdə bu qarışdırılır. Bu konstitusiya qanunu deyil. Konstitusiya qanunu deyil. Yeni konstitusiya deyil. Bu sadəcə və sadəcə 1956-cı ildə konstitusiyaya əlavə olunmuş yeni bir maddədir. Bu maddəyə əsasən Azərbaycan dövlət dili səviyyəsinə qaldırılır. Azərbaycan dili dövlət səviyyəsinə qaldırılır. Və bunun nəticəsində ölkədə kargüzarlıq işlərinin böyük bir əksəriyyəti Azərbaycan dilində aparılmağa başlanılır. Həmin ildə, yəni 1956-cı ildə daha bir yenilik olan Bakı telestudiyası fəaliyyətə başlayır. Bakı telestudiyası, yəni Teleqüllə telestudiyası fəaliyyətə başlayır. Bunların hər biri sadəcə 3 illik periodda baş verir. Yəni 54, 55, 56-cı illər. Daha sonradan 56-cı illərdən sonra İmam Mustafayevə qarşı, onun yəni apardığı siyasətə qarşı SSR tərəfindən müəyyən embargo qoyulur. Yəni 56-cı ildən sonra embargo qoyulur. Bunun da əsas səbəbi ondan ibarət idi ki, İmam Mustafayevin apardığı siyasət nəticəsində Bakıda ümumi beynəlmiləl şəhər funksiyasını itirib Azərbaycanda milliləşdirilmə aparılması, Azərbaycan vətəndaşlarının Bakıda çoxalması, sənaye müəssisələrində daha çox Azərbaycan gənclərinin işləməsi nəticəsində Bakının Azərbaycan SSR-nin tərkibindən çıxarılıb birbaşa SSR-yə daxil edilməsi planına zərbə vurması, Azərbaycan dilinin dövlət dili statusuna qədər qaldırılması və Qarabağ məsələsində, hansı ki bu dövrdə də Qarabağ məsələsi yenidən ortaya atılır və Qarabağ məsələsində İmam Mustafayevin göstərdiyi səy və Nikita Xruşovun Qarabağ məsələsində yəni DQMV-nin Azərbaycan səlahiyyətindən alınıb Ermənistana verilməsi, SSR-in digər məhəllə xarakterli baş verən ərazi iddialarının qızışacağından ehtiyat edərək Qarabağ məsələsini Azərbaycan xeyrinə həll etdi və DQMV-nin statusu yenidən Azərbaycanın əlində qaldı. Bütün bu amillər 59-cu ildə, yəni 1959-cu ilin iyununda keçirilən plenar iclasda İmam Mustafayev milliyyətçilikdə ittiham edilərək onun yerinə Vəli Axundov gətirilir. 50-ci illərdə
bundan başqa bizi maraqlandırılacaq bir sıra məsələlər də mövcud. Hansı ki, həmin məsələlər İmam Mustafa'nın dövründə edildiyi, yoxsa onun hakimiyyətə gətirildiyi zamana kimi edildiyi haqqında kitabda heç bir məlumat yoxdur. Ona görə də İmam Mustafa'nın dövründə bunu demək istəmədim. Bunlardan ilki Daşkəsən və Mingəçevirdə yeni yaradılan sənaye müəssisələri idi. Bildik ki, 1954-cü ildə Qafqazın ən böyük su elektrik stansiyası olan Mingəçevir su elektrik stansiyası fəaliyyətə başlayır. Həmin fəaliyyətə başlayan dövrdə də həmçinin Daşkəsəndə filiz saflaşdırma kombinatı sənaye müəssisəsi açılır. Və bu iki müəssisə 54-cü ildə olsa da, bu İmam Mustafa mi hakimiyyətə gətirildikdən sonra edilib, yoxsa ondan əvvəlmi sənaye müəssisəsi kimi fəaliyyətə başlayıb, bu kitabda mövcud deyil. Ona görə də bunun hansı dövrə aid olduğu, yəni hansı katibin dövründə olduğu müəmmadır. Bu birbaşa SSR tərəfindən həyata keçirilir. Demək daha doğru olar. Daha sonra isə 1959-cu ildə bunun da İmam Mustafiyevəmi, Vəli Axundovamı düşdüyü haqda məlumat yoxdur. Pasportlaşma, yəni kolxozun pasportlaşdırılması həyata, kolxozçuların pasportlaşdırılması həyata keçirildi ki, bu hadisədə dediyimiz kimi İmam Mustafiyevin dövründə Bakıda kəndli gənclərin sənaye müəssisələrində işləməsi, yəni kənddən Bakıya axını artırdı və 1959-cu ilin əvvəllərində ölkədəki əhalinin sayı müharibədən əvvəlki vəziyyətə çatdırıldı. Bundan əvvəl biz 1948, 1953-cü illərdə repressiya haqqında, yəni deportasiya haqqında danışırıq. Hansı ki, Ermənistandan Azərbaycana deportasiya edilməsi nəticəsində Göyçay, Ucar, Zərdab, İmişli, Saatlı, Sabirabad, Səlyan, Şirvan istiqamətində, yəni bu istiqamətdə Azərbaycanlıların yerləşdirilməsi nəticəsində buradakı əhali sayı 1 milyona qədər artmışdır. Və bunun nəticəsi idi ki, 50-ci illərin sonunda müharibə zamanı itirilmiş əmək qüvvəsinin və repressiyaya məruz qalmış insanların sayı demək olar bərpa olundu. Və 1959-cu ildə bu tam şəkildə bərpa, 1960-cı illərdə dövlət əhalisinin sayı 5 milyonu keçmiş. Yəni bu 1960-cı illərə əhatə edir. Daha sonra 1950-ci illərdə Azərbaycan SSR-dən asılı olmayaraq SSR-nin yerinə yetirdiyi, yəni Sovet Sosial Respublikalarının baş katibi tərəfindən birbaşa əmrlə yerinə yetirilən bəzi hadisələr də vardır ki, bunlardan ilki Azərbaycan SSR-dən asılılığı artırmaq məqsədi ilə asılı artırmaqda pambıq, ipək, tütün, üzüm istehsalının və s. Dövlət nəzarəti artırıldı. Daha sonradan Qarğıdalı və ağaclıq sənayesinə nəzarət artırılması nəticəsində dövlətin, yəni ilkin istehsal məhsulları cəhətdən mərkəzdən asılılığını artırmaq məqsədi güdüldü. Yəni bu İmam Mustafa ilə birbaşa asılı məsələlər deyil. Yəni bəzi məsələlər mərkəzdən idarə olduğuna görə kolxozların birləşdirilməsi 50-ci illərdədir. Bu İmam Mustafaya aid məsələ deyil. Kolxozlara pasportların verilməsi İmam Mustafaya aid məsələ deyil. Yəni bu cür məsələlər yuxarı palatada və yuxarı mərkəzdən idarə olunan məsələlər olduğuna görə bunları İmam Mustafaya aid etmək yanlış olur. Lakin İmam Mustafayevin hakimiyyət dövründə olduğu üçün 50-ci illərdə o haqda danışıb, onu da məhz İmam Mustafayevin dövrünə aid edə bilərik. 1954, 1958-ci illərdə filmlər, yəni 60-cı illərdə film yoxdur. Film 50, yəni bizə məlum olan, kitabda məlum olan 50-ci illərdə 70-ci illər var. 1954-58-ci illərdə Qaradaşlar, Qızmar Günəş altında, O olmasın bu olsun, Ögey ana kimi filmlər ön plana çıxıb və bunların hər biri İmam Mustafayevin dövründə baş verib. Həmçinin İmam Mustafayevə xas olan cəhətlərindən biri 1958-ci ildə Məhəmməd Füzuli ilə bağlı məsələlərdir ki, Məhəmməd Füzulinin vəfatının 400 illiyi keçirilmiş, 400 illiyi keçirilib. Bəzən testlərdə doğumu haqqında yazılır ki, Məhəmməd Füzulinin doğumunun 400 illiyi, yəni dünyaya gəlməsinin 400 illiyi deyil, vəfatının 400 illiyi deyil. Və 9-cu sinif dərsliyində, 9-10-cu sinif dərsliyində əsasən biz burada iştirak etmiş dövlətlərdən İran, İraq, Türkiyə və Əfqanistanın adını çəkirik. Amma kitabda başqa dövlətlərin də olduğu yazır. Yəni sadəcə və sadəcə İran, İraq, Əfqanistan deyil də başqa dövlətlər də burada iştirak edir. Yəni testlərdə qarşınıza çıxsa ki, yalnız İran, İraq, Əfqanistan və Türkiyədən nümayəndələr iştirak etmişdir, bu yalan olar. Çünki kitab 9-cu sinif dərsindən əsasən deyə bilər ki, bu 4 dövlətdən başqa da dövlət nümayəndələri, başqa dövlətin nümayəndələri və ya qonaqlar bu vəfatının 400 illiyində iştirak ediblər. İllərə aid edəcəyimiz, yəni bu dövrdə Hökumət evi və Tofiq Bəhramovdan Bakı, Tofiq Bəhramovdan
tikilən stadion və Teleqülləni aid edər 50-ci illərə. Diqqətinizə çatdırım ki, Tofiq Bəhramov adına stadionla Hökumət evi, yəni 50-ci illərdə başlanmasa tikintisinə, yəni bu dövrdə tikintisi başa çatdırılıb. Yəni tikintisi 40-cı illərin sonunda başlasa da 50-ci illərdə başa çatdırıldığı üçün 50-ci illərə kamil edilir. Teleqüllə isə bildiyimiz kimi 56-cı ildə ucaldılıb. 1959 1969-cu illərdə dedi ki, Vəli Axundov, yəni 59 illərdə Vəli Axundov gətirildi hakimiyyətə. Vəli Axundovun ilk işi milli dəyərlərə göstərişin artırılması ilə bağlı idi və bunun nəticəsində 1962-ci ildə MAQ yaradıldı. MAQ Milli Azərbaycan qərargahı idi. Buradakı əsas məqsəd hakimiyyətə daha çox yüksək vəzifəli rəhbər kadrlara Azərbaycanlı gənclərin, Azərbaycanlı şəxslərin gətirilməsinə çalışmaq. Həqiqətən də burada bir sıra sahələrdə Azərbaycanlı gənclər gətirilmişdi. Dövlət büdcəsinin Sovetlərdə həll olunması deyil, birbaşa Bakıda həll olunmasına çalışmaq və milli oynayışına dəstək olmaq idi. MAQ-ın rəisi, yəni sədri Oqtay Rəfibəyli, onun müavini isə Xudu idi. Yəni sədr Oqtay Rəfili, müavini isə Xudu Məmmədov idi. Xudu Məmmədov idi. Vəli Axundovun dövründə dediyimiz kimi 60-cı illərdə heç bir sənaye, yəni iqtisadi cəhətdən açılan heç bir müəssisə və sairə yoxdur. Buna görə 60-cı illərin sonunda ölkədə istehsal, respublikadakı istehsal ən aşağı səviyyəsində idi. Lakin mədəni və milli oynayış cəhətdən vacib dövr kimi xarakterizə olunur. Hansı ki 66-cı ildə, 1966-cı illər Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poeması çap olundu. Ulduz jurnalı isə nəşrə başladı. 1967-ci ildə Bakı metropoliteni fəaliyyətə başladı. Bu, uzaq şərqdə, yəni şərq ölkələrində fəaliyyətə başlamış ilk metropoliten hesab olunur. Həmçinin bu dövrdə Mərkəzi Komitənin ikinci katibi, yəni katiblərindən biri. Biz bilirik ki, birinci katibdən başqa onun müavinləri də mövcudlar və onlardan biri olan Şıxəli Qurbanov Novruz bayramı haqqında sərəncam verir. Yəni onun səy nəticəsində Novruz bayramının bahar bayramı olması haqqında qərar qəbul olunur və Novruz bayramı rəsmi olaraq qeyd edilir. Bəzən testlərdə Şıxəli Qurbanov birinci katib kimi deyilir, yəni çaşdırma məqsədilə. Yəni burada əsas diqqət edəcəyimiz məqam, yəni 67-ci ildə metropolitenlə eyni vaxtda qəbul olundu və Şıxəli Qurbanov birinci katib yox, katiblərdən biri idi. Yəni birinci katibin müavinlərindən biri idi. Biz bayaq 40-cı illərdə də, yəni 45-in sonlarında Qarabağ məsələsinin qaldırıldığı və Mirzə Fəxri Bağırov tərəfindən yatırıldığı, yəni iddianın düşürüldüyü, 1950-ci illərdə ermənilərin yenidən erməni məsələsini ön plana çəkməsini gördük və daha sonra 60-cı illərdə yenidən Qarabağ məsələsini ön plana çəkdilər ki, DQMV-nin bütün təsərrüfat məsələləri Azərbaycandan asılı deyil, yəni Ermənistanla daha yaxındır. Lakin 60-cı illərdə bu mümkün olmadı. Yəni bunu həyata keçirmək mümkün olmadı. Yəni 60-cı illərdə, yəni Vəli Axundovun dövründə memarlıq sahəsinə xüsusi diqqət yetirildi. Dediyimiz kimi 50-ci illərdə Nazirlər Kabinetinin üzvü olan Ləmbərənskinin səyləri nəticəsində Bakıda abadlaşdırma işlərinə başlanılmışdı. 60-cı illərdə şəhərciklər, yəni akademiya şəhərciyi, universitet şəhərciyi, bulvarda yaradılmış Venesiya şəhərciyi 60-cı illərə xas. Hava limanı, SIB, Mərkəzi Univermaq və Fəvvarələr meydanı da 60-cı illərə xas olan memarlıq abidələri. Qəsr sahəsində 50-60-cı ilin xüsusi xarakteri var. Hansı ki, biz 59-cu ildə iki qərarı vacib qeyd etmək lazımdır. 59-cu ildə icbari 8 illik təhsilə keçməklə yanaşı, rus məktəblərində Azərbaycan dilinin ana dil kimi məcburi təhsil edilməsinə başlanılır. 66-cı ildə isə Vəli Axundovun dövründə icbari 10 illik təhsilə keçirilir. 50-ci illər sənaye cəhətdən və iqtisad cəhətdən bu qədər də əlverişli dövr hesab etmək olmaz. Yəni bu dövrün əsas xarakterli xüsusiyyətləri biz 50-ci illərdə bəraətlərin verilməsi, məhkəmə işlərinin Azərbaycana həvalə olunması, Azərbaycan dilinin dövlət dili kimi qanun formasında konstitusiyaya əlavə edilməsi, yəni yeni konstitusiya qəbul olunması yox, konstitusiyaya əlavə edilməsini qeyd edə bilərik. Stalin ölümü, Xruşovun hakimiyyətə gəlməyi, mülayimləşmənin başlamağı, bunun ölçüdə bir sıra yeni imkanların yaradılması və s. 50-60-cı illərin xarakterli xüsusiyyətləridir. Daha sonra Vəli Axundovun hakimiyyətinin sonuna yaxın 69-cu ildə
hansı ki 1938-ci ildə Sələdiyyanın torpaqlarından 2000 hektar ərazinin Ermənistana verilməsi 69-cu ildə qərar olaraq qəbul edildi. Yəni 38-ci ildə verilmişdi, lakin 69-cu ildə qəbul olundu. Lakin hakimiyyətə Heydər Əliyev gələndən sonra 14 iyul 1969-cu ildə hakimiyyətə gələndən sonra bu əmrin həyata keçirilməsinə imkan verildi və 2000 hektar Azərbaycan torpağı Azərbaycanın himayəsində qaldı. Daha sonradan Heydər Əliyev 70-80-ci illərdə Azərbaycanın e, iqtisadi cəhətdən yenidən bərpasına əsas diqqəti verdi. Bu günlük bu qədər. Ümid edirəm ki, hər bir şey aydın və anlaşılıqlı oldu. Dinlədiyiniz üçün çox sağ olun.